düzgün qidadan başlayır. Lupus üçün iltihab əleyhinə qidalanma. Bunlar hər ay izlədiyim elmi jurnallardır. Amma indi siyahıya yenisini əlavə etdim. Xəstəliklərin geri çevrilməsi və qarşısının alınmasına həsr olunmuş yeni tibbi jurnal. International Journal of Disease Reversal and Prevention. Bu jurnal qidalanma və həyat tərzi ilə xəstəliklərin qarşısını almaq, dayandırmaq və hətta geri çevirmək mövzusunda elmi sübutları sənədləşdirir. Baş redaktoru isə Dr. Kim Williams'dır. Rush Universitetində kardiologiya rəhbəri və Amerika Kardiologiya Kollecinin keçmiş prezidenti. Mən də bu jurnalın redaksiya məsləhət şurasına dəvət olunmaqdan qürur duyuram. Ən gözəl tərəfi isə odur ki, jurnal tamamilə pulsuzdur. Biz həkimlər xroniki xəstəlikləri adətən qarşısını almaq əvəzinə idarə etməyə çalışırıq. Müalicə etmək yerinə sadəcə yüngülləşdiririk. Bunun səbəbi maliyyə, mədəniyyət və vərdişlərdir. Halbuki məqsəd lazımsız tibbi xərclərə trilyonlarla dollar xərclənməyən bir dünya yaratmaqdır. Fikri olmayan hər kəsin bir fikri var. Amma məlumat olmadan bu sadəcə fikirdir. Gəlin, bitki əsaslı qidalanmanı ən iltihablı xəstəliklərdən biri olan lupusa qarşı sınayaq. Lupus autoimmun xəstəlikdir, yəni orqanizm öz DNT-sinə hücum edə bilir. Böyrək iltihabı lupusun tez-tez rast gəlinən ağırlaşmasıdır. Hətta güclü immun bastırıcı dərmanlara və steroidlərə baxmayaraq, bu vəziyyət dializ və ölümə qədər gedə bilər. Amma bəzi hallarda qidalanma dəyişdirilərək böyrək funksiyası o qədər yaxşılaşır ki, artıq dializə və transplantasiyaya ehtiyac qalmır. Sadəcə heyvani məhsulları, ət, yumurta və südü kəsmək belə meyvə tərəvəzi artırmadan bədəndə iltihab göstəricisi olan C-reaktiv zülalı 8 həftəyə yaxın 1/3 azalda bilir. Lupus üçün isə daha ciddi yanaşma tətbiq edilib. Gündə 1 kilo yarpaqlı göyərti və kələmkimilər, gilə meyvələr, chia və ya kətan toxumu, bol su. Əsasən, yaşıl smuzi əsaslı qidalanma. Amma böyrək problemi olanlar bunu həkim nəzarəti ilə etməlidir. Təkcə lupusda yox, digər autoimmun xəstəliklərdə də möhtəşəm nəticələr görülüb. 35 il psoriazdan əziyyət çəkən bir qadın dərmanlarla nəticə ala bilmədiyi halda bitki əsaslı qidalanma ilə 1 il ərzində bədəninin 40%-ni əhatə edən iltihabdan tamamilə xilas olub. Eyni zamanda Sjögren simptomları da yoxa çıxıb.